Amma deməli biz burada q hərfini tələffüz ilə bağlı sözlər qoymuşuq. Siz gələcəksiniz bunu çevirəcəksiniz. Hansı söz düşdüsə, həmin sözün tələffüzünü mənə deyirsiniz. Yaxşı, Elvin gəl. Əvvəldə gəl necə olurdu? Qalibdə necə olurdu məsələn? Eyni qaraltı tələffüzü biz nəyin içində yazırdıq? Transkripsiya. Hə, yaz. Əla. Emin çevir görək. Görək Emin hansı söz düşür. Düzdür? Solmaz gəldiyiniz. Ondan sonra da görüm nə çıxır. Şəbnəm. Yəni haqdan yaz görək tələffüzünü. Əla. Yəni qaydamız neydi Şəbnəm? Bundan sorsanız gəlsə xalır. Bəli, eləşə bilərsən. Necə olur bu? Milli sözlərimizdə sonda gələn dərs alır. Kərsəm kəndə qınıya keçir. Doğrudur inşallah. Tamam, əyləş. Gəl.